Mən Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin bu quzuların kəsilməməsindən bağlı olan çağırışına qoşuluram və bütün həmkarlarımı da bu çağırışın arxasınca getməyə dəvət edirəm. Azərbaycanda isə qədimdən bəri biz indi 7-ci əsrdən bəri müsəlmanıq. İslamda bilirsiniz ki, Qurban Bayramının da tələbləri var. 1 yaşı olmamış heyvanı kəsməzdir, qoymazdır. Bunun dini tərəfini deyim. Digər tərəfdən qədim mənbələrdə, məsələn, saray mətbəxindən qalmış kitablarda aşpazlarımızın, bizdə onlarca əlimizdə kitab var, heç birində quzu kəsilməyi söhbəti yoxdur. Kəsilən qoyunlardır, erkəklərdir və toğlular. Yəni artıq 1 yaş olandan sonra ona toğlu deyirik. Onlar kəsilir. Siz baxsanız, qədimdən bəri ən yaxşı yemək deməli qazanda bişmiş yeməklərdir. Öz həlimə ekstraktiv maddələrin keçməsi lazımdır. Quzu ətində o qədər böyük ekstraktiv maddələr olmur. Quzu ət özünü tutmalıdır, həm də iqtisadi cəhətdən də quzuları kəsmək zərərlidir, həm də ət istədiyimiz effekti vermir. Həm tibbi nöqteyi nəzərdən, kulinariya nöqteyi nəzərdən, qida nöqteyi nəzərindən, həm dini nöqteyi nəzərdən, həm iqtisadi nöqteyi nəzərdən bu zərərlidir. Ona görə də mən hamını buna qoşulmağa çağırıram. Qoy bizim heyvanlarımız yetişsinlər, quzuyu kəsməyi və Allah da götürmür. Deyir, mənə qurban kəsəndə 1 yaşından aşağı kəsməyin, icazə vermir. Ona görə yaxşı, özü də bütöv heyvan, gözəl heyvan, gərək buraxsınlar heyvan yetişsin. Mütəxəssis kimi quzulara, balaca heyvanlara toxunmağı məsləhət görmürəm.